Salam əziz izləyicilər, bu dərsimizdə sizlərlə birlikdə şəkil cədvəlləri mövzusunu öyrənəcəyik. Mövzunun izahında istifadə edəcəyim sual nümunələri daha öncə din imtahanlarında və yüksəliş imtahanlarında düşən sual nümunələrinə uyğunlaşdırılıb. Gəlin vaxt itirmədən suallarımıza baxaq. İlk növbədə tövsiyə edirəm ki, videoda istifadə olunan sualların hər birini özünüz cavablandırmağa çalışasınız. Daha sonra cavabınızın doğru olub-olmadığını müəyyən etmək üçün videonu təkrar izləyə bilərsiniz. İlk sual nümunələrimiz əlbəttə ki, daha asan olacaq və bu nümunədə gördüyünüz kimi biz sətir və sütun boyunca müxtəlif fiqurlardan istifadə olunduğunu görürük. Hər bir sütunun yuxarı hissəsində müxtəlif fiqurlar verilib və hər bir sətrin də sol tərəfində müxtəlif fiqurlar verilən xanalar var və bu xanaların kəsişdiyi hissələrdə isə biz yenə də fərqli fiqurlardan istifadə olunduğunu görürük. Elə birinci sütunun fiqurları ilə birinci sətrin fiqurlarının kəsişdiyi hissədə hansı fiqurların yerləşdiyinə baxsaq, görərik ki, burada 4 fiqur verilib. Adətən bu tip suallar bu şəkildə olur. Kəsişmə hissəsində ya eyni olanlar götürülür, ya da fərqli olanlar götürülür. Misal üçün, bu nümunədə eyni olan fiqurlar ixtisar olunub. Eyni olan fiqurlar ixtisar olunub. Fərqli olanlar isə cədvəldə həmən o kəsişmə olan xanada qeyd edilib. Yəni, bir başqa cür necə ola bilərdi? Eyni olanları götürərdi, fərqli olanları ixtisar eləyərdi. Bu şəkildə baxsaq, biz misal üçün bir nümunəyə də baxaq. İkinci sətirdən ikinci sütunun kəsişdiyi hissəyə baxsaq, görərik ki, burada cəmi 2 fiqur verilib. Baxmayaraq ki, bunun yuxarısında 6 fiqurdan istifadə olunub. Görək niyə belədir? Misal üçün, ikinci sətirlə ikinci sütunun kəsişdiyi hissədə biz eyni olanları ixtisar eləsək, bununla bu ixtisar olundu. Həmçinin dairələr hər ikisi ixtisar olundu. Ulduzlar ixtisar olundu. Geriyə nə qaldı? Bir dənə romb, bir dənə də üçbucaq. Ona görə də burada cəmi 2 fiqur verilib. Amma yuxarısındakı nümunəyə baxsaq görərik ki, yuxarısındakı nümunədə isə biz, bax bu hissəni nəzərdə tuturam, bu hissədə eyni sətir və sütunların kəsişdiyi hissəyə baxsaq, görərik ki, sadəcə dairələr ixtisar olunur. Yerdə qalan bütün fiqurlar fərqlidir. Ona görə o fiqurların hər birindən istifadə edilib. Bu məntiqlə də yanaşsaq, onda sual işarəsinin yerində nə olmalıdır? Bu, üçüncü sətir və üçüncü sütundakı fiqurların kəsişdiyi hissədir. Onda belə çıxır ki, burada da eyni olanları ixtisar eləsək, yerdə qalan fiqurlardan istifadə olunacaq. Bu da nədir? Dairə və ürək mütləq olmalıdır. A-da dairə yoxdur, B-də dairə yoxdur, D-də dairə yoxdur, Y-də dairə yoxdur. Yəni, C variantı uyğun gələcək. Bir digər sual nümunəmizə baxaq. Nəzərə alaq ki, bu tip suallar din nəşrlərində istifadə olunub və belə çıxır ki, imtahanlarda da biz bununla qarşılaşa bilərik. Biz görürük ki, nümunə olaraq 5 müxtəlif bu cədvəli verib. Bunların içərisində rəngli xanalar var. Bu rəngli xanaların düşünə bilərik ki, formaları, onların misal üçün sətr boyunca üst-üstə düşmələri müəyyən bir rol oynaya bilər. Amma burada daha sadə yanaşma olacaq. Yəni, əsas məsələ cədvəlin içindəki rəngli xanaların sayıdır. Birinci cədvələ baxsaq görərik ki, 3, 6, 9, 12, 13 sayda rəngli xana var. İkincisinə baxsaq görərik ki, 3, 6, 9, 12 sayda rəngli xana var. Üçüncüsündə həmçinin 3, 6, 9, 10, 11 sayda rəngli xana var. Növbətisində 10 saydadır. Bir digərində isə 9 saydadır. Burada müəyyən bir ardıcıllıq olduğunu görürük. Hər dəfə xanalarda eyni sayda, yəni bir vahid rəngli xanaların sayı azala-azala gedir. Onda belə çıxır ki, növbətisində də 8 sayda rəngli xana olmalıdır. Başqa necə çıxa bilər? Yəni, bu test nümunələri bizim qarşımıza. Bir vahid yox, 2, 3 vahid də bu azala bilərdi. Və yaxud da tam tərsi.
hər dəfə ardıcıllığı biz belə görərdik ki, hər dəfə müəyyən sayda rəngli xanaların sayı arta bilərdi. Və yaxud da ki, misal üçün 5 dənə nümunəyə baxardıq. Görərdik ki, 2-2 bu nümunələrdə rəngli xanaların sayı eynidir. Misal üçün, bu 5 dənə analiz elədiyimiz bu xanalardan, cədvəllərdən 2 dənə 8 rəngli xanası olan var, 2 dənə 7 rəngli xanası olan var. Baxardıq ki, bir dənə də tək sayda, tutaq ki, 6 dənə rəngli xanası olan var. Demək, buradan belə bir nəticəyə gələrdik ki, rəngli xanaların sayı digərində də 6 olmalıdır. Və yaxud da ki, heç bir xanada rəngli xanaların sayı müəyyən bir ardıcıllıq olmazdı, amma təkrarlanmazdı da. Yəni, bu xüsusiyyətləri artıq biz müəyyən etməliyik də, yəni testə baxanda biz görməliyik ki, bu hansı formada ola bilər. Demək, məlum oldu ki, bu cədvəldə 8 sayda rəngli xana olmalıdır. A variantına baxsaq görərik ki, bu say 9-dur. Deməli, A variantı deyil. B variantında isə bizə lazım olan saydadır. Bir başqa xüsusiyyət onu müəyyən eləyə bilərdik ki, misal üçün, burada rəngli xanalar bir-birinə bitişik olmalıdır. Amma misal üçün, D variantında ayrıdır. Düzdür, D variantında rəngli xanaların da sayı bizə lazım olan sayda deyil. Yəni, bu tipdə xüsusiyyətləri biz müəyyən etməliydik. Keçək bir digər sual nümunəmizə. Bu sual nümunəmizdə isə görürük ki, sətir və ya sütun boyunca baxsaq, müxtəlif düz xətlər var. Onların birləşməsindən fiqurlar əmələ gəlib. Misal üçün, sətir boyunca baxsaq, bax, bu tip testlərdə də mən qarşılaşa biləcəyimiz bütün xüsusiyyətləri deyirəm, amma sonra da bu testimizə baxırıq da. Ola bilər ki, misal üçün, birinci və ikincini üst-üstə gətirib qoyarıq, olduğu kimi çərçivələri. Və burada, tutaq ki, deyirəm, ancaq üst-üstə düşənləri götürüb üçüncüdə yaza bilərdik. Əgər belə olsaydı, üst-üstə düşən xanalar burada ancaq, xətlər ancaq bunlardır. Sadəcə burada bir dənə bu xətt olmalı idi. Amma görürük ki, bizdə bu şəkildə getmir. Əksinə, üst-üstə düşənlər ki var, bunları gətirib üst-üstə qoysaq, üst-üstə düşən xətləri ixtisar eləyir. Yerdə qalanları götürüb burada, yəni ən sonuncu, sətirdəki ən sonuncu xanada qeyd eləyir. Və yaxud da sütun boyunca baxsaq, yenə də görərik ki, gəlin indi sütun boyunca baxaq. Üst-üstə düşən xətlər hansıdır? Bu xətlər, bu xət. Yerdə qalanları götürüb ən sonunda, sütun boyunca ən sonuncu xanada sadəcə qeyd eləyib. İndi burada həm sətir boyunca, həm sütun boyunca bu qanunauyğunluq gözlənilir. Ola bilər ki, sizin qarşınıza çıxan testdə sadəcə sətir boyunca bu xüsusiyyətləri özün gözləsin və yaxud da sadəcə sütun boyunca. Yəni, bu da mümkündür. Mən sadəcə bir test nümunəsində sizə qarşılaşa biləcəyiniz bütün halları göstərmək üçün bu formada hazırlamışam. Yaxşı, indi bu məntiqlə yanaşdıq. Gəlin bunu ikincidə də bir yoxlayaq. Görək doğrudan da mı belədir? Üst-üstə düşür bu xətlər, üst-üstə düşür bu xətlər. Yəni, gətirib bu fiqurları üst-üstə qoysaq. Yerdə qalan xətləri isə götürüb burada gördüyünüz kimi yazıb. Mən bunu digər rənglərlə göstərsəm, görərik ki, bu və bu xətlərdən söhbət gedir. Doğrudan da onu burada qeyd eləyib. Yaxşı, onda baxaq sonuncuya. Sətir boyunca da baxa bilərik bu nümunədə, sütun boyunca da. Hər ikisində də nə edəcək? Bizə eyni cavabı verəcək. Gəlin baxaq. Eyni xətlər hansılardır? Bax, bu iki xətdir. Onda belə çıxır ki, digərlərindən istifadə etməliyik. Misal üçün, bu xət çəkirəm burada. Bu xət çəkirəm burada. Bu xət. Bunu da qeyd eləyirəm. Və bir də nəhayət bu xət. Alında aşağıda düzbucaqlı forma, bu da C variantında göstərilib. Keçək bir digər sual nümunəmizə baxaq və burada şərtdə deyir ki, kvadratlardan hansının səhv olduğunu müəyyən edin. Biz baxırıq ki, sətir boyunca 1, 2, 3 var ki, bunlar hər bir sütunun yuxarı hissəsində qeyd olunub. Yəni, birinci sütun, ikinci sütun, üçüncü sütun. Və bu sütunları müəyyən edən o başdakı xanalarda fiqurlar verilib. Həmçinin sətirlərin də sol tərəfində müxtəlif fiqurlar verilib. Bunların kəsişdiyi hissədə, misal üçün, 1 və A-nın kəsişdiyi hissəyə ilə baxsaq, bax, bu xanadan söhbət gedir. Kəsişdiyi hissəyə baxsaq, görərik ki, əvvəla bu fiqur. Baxın, olduğu kimi burada qeyd olunub.
Üstə gəl, A sətrində olan, yəni sol tərəfindəki verilən fiqura da baxsaq, bu fiqurda olduğu kimi burada qeyd olunub. Biraz səliqəsiz olur. Həmçinin ağ dairəsi də burada qeyd olunub. Belə çıxır ki, sadəcə bunları toplayır. Yəni başqa bir şey eləmir. Sətr və sütunların kəsişdiyi hissədə o sütunun yuxarı başında və sətrin sol tərəfində qeyd olunan fiqurları üst-üstə gətirib qoyub və alınan fiqurlara baxırıq. Səhv olduğunu müəyyən edin deyəndə bizdən nə istəyə bilər? Hansısa sütun və sətrin kəsişməsində bu fiqurların üst-üstə yerləşməsi düzgün qeyd olunmayıb. Misal üçün, bunu da biz nəyə əsasən müəyyən eləyək? 9 dənə cəmi xana var. Hər birini bir-bir analiz eləyə bilərik. Amma baxırıq ki, cəmi 5 variant var. Gəlin elə bu variantların içərisindəki xanalara baxaq. Misal üçün, deyir 1C. 1C xanası hansıdır? C və 1-in kəsişdiyi xana. Bu xanada görək hər şey üst-üstə düşürmü? Əvvəlcə yuxarıda 1 nömrəli xanadakı fiqurun olduğuna baxaq. Bəli, qara dairəsi də var, yarım dairə də var. Hər biri olduğu kimi qeyd olunub. Həmçinin C xanasındakı fiqurun da olduğu kimi burada qeyd olunduğuna fikir veririk. Romb verilib, rombun üstündəki bu xətt verilib. Həmçinin rombun sağ tərəfindəki, sağ küncündəki ağ dairə verilib, rombun aşağı küncündəki qara dairə verilib. Deməli, bizə lazım olan cavab 1C deyil. 2A-ya baxsaq nə görərik? Misal üçün, 2A-da isə bu xanadan söhbət gedir. Baxıram ki, bu fiqur yuxarıda ikinci xanadakı fiqur olduğu kimi verilib. Həmçinin A xanasında olan fiqur da olduğu kimi qeyd olunub. Deməli, mənə bu da lazım deyil. 2B. C variantında 2B-ni istəyir bizdən. Biz də baxırıq bura. Baxırıq ki, bəli, yenə də hər iki fiquru üst-üstə gətirib qoysaq, elə bu şəkildə alınacaq və 3A-ya baxırıq indi. 3 və A-nın kəsişdiyi hissədə görürük ki, əvvəla bu üçüncü xanadakı fiqur olduğu kimi verilib. Burada heç bir problem yoxdur. Amma A xanasındakı fiqur, biz burada ağ dairəyə baxsaq görərik ki, bu həmən bu qövsə bitişik formada düz xəttin, bax buradakı bu düz xəttin sol tərəfində yerləşir. Amma bizə bu iki xananın kəsişdiyi hissədə isə bu ağ dairəni fərqli yerdə verib. Deməli, həm biz təkcə axtarmalı deyilik ki, misal üçün, qara dairələri verib və yaxud da yox, ağ dairələri verib və yaxud da yox, fiquru düzgün verib və yaxud da yox. Həmçinin orada o fiqurların yerlərinə də diqqət etmək lazımdır ki, onları fərqli yerdə də verib bizi çaşdıra bilər. Keçək indi digər sual nümunəmizə. Bu sual nümunəmizdə isə görürük ki, sütunların yuxarı hissəsində 3 müxtəlif fiqur verib. Sətirlərin sol tərəfində isə 3 müxtəlif operator verib. Belə çıxır ki, hər bir operator bu fiqurlar üzərində müəyyən bir əməliyyatı yerinə yetirəcək və bu fiqurlar başqa bir formaya gəlib çıxacaq. Misal üçün, ürək formasında olan operatora baxsaq, biz əvvəla bilirik ki, bu fiquru müəyyən formada çevirib və bu şəklə gəlib çıxıb. Amma bu üçbucaqda daha yaxşı görünür. Nəyə görə? Çünki böyük üçbucağın içərisində onun bucaqlarına bitişik olan 3 rəngli üçbucaq var. Bu üçbucaqlardan da yalnız biri bərabəryanlı üçbucaqdır. Bax, bu yuxarı hissəsində verilən üçbucaq, digərləri isə fərqli formalarda üçbucaqlardır. Biz bunun hansı formaya gəldiyini elə bax buradan görürük ki, bax bu yuxarıdakı bu bərabəryanlı üçbucaq gəlib bura düşüb. Bundan ötürü bu fiquru neynəmək lazımdır? Gəlin bu üçbucağı olduğu kimi çəkək bura, misal üçün. Bax, bu üçbucağı çəkdim mən bura. Bu üçbucağın bu hissəsini bura gətirməkdən ötürü bunu neçə dərəcə fırlatmaq lazımdır? Gəlin bunların diaqonallarını uzadıb bir-biri ilə birləşdirək. Bax, biz bilirik ki, tam bu qövs, tam bu dairə 360 dərəcədir. Onda belə çıxır ki, bunu 3 bərabər hissəyə ayırsaq, 360 dərəcəni 3 bərabər hissəyə ayırsaq, bu neçə dərəcə eləyər? 120 dərəcə. Belə çıxır ki, onda bu ürək operatoru bu fiqurları 120 dərəcə saat əqrəbi hərəkəti istiqamətində çevirir. Eyni şəkildə bu fiqurda da baxsaq bunu görərik. Bax, bu üçbucağın formasına da baxın. Katetlərindən biri uç tərəfdədir, biri isə yuxarı tərəfdə. Bunu 120 dərəcə fırlatsaq, eyni ilə burada gördüyümüz formanı alarıq. Həmçinin aşağı hissəsində.
Belə çıxır ki, burada 120 dərəcə fiqur çevrilməlidir, fırladılmalıdır saat əqrəbinin hərəkət istiqamətində. S-in yerində onda nə olacaq? Bu fiquru da 120 dərəcə fırlatsaq, əvvəla görürük ki, bax bu fiqur belə bir fiqurdur. Bunu biz 90 dərəcə, misal üçün, bax bu yuxarı hissəni 90 dərəcə fırlatsaq, gəlib bura düşəcək. Yəni, məlum məsələdir, bax. 90 dərəcə fırladırıq bunu. Yaxşı. Bu 90 dərəcə fırladanda, bu gördüyümüz hissədə də ki, bax bu üçbucaq hara gəlib düşəcək? Bax bura. Hələ biz 90 dərəcə yox, 120 dərəcə fırlatmalıyıq. Müəyyən qədər də bu tərəfə keçməlidir. Onda belə çıxır ki, əvvəla bu fiqur artıq bu vəziyyətdə dayanmayacaq. Müəyyən qədər. Bu C variantındakı kimi ən azından dayanmayacağını bilirik. Buna əsasən C variantını ixtisar edirik. Və bu üçbucaq isə, bax bu gördüyünüz üçbucaq isə buradan müəyyən qədər də yuxarı qaldırsaq, təqribən belə bir istiqamət alınır. Və bu üçbucaq da bu şəkildə olacaq. Bu isə baxıram ki, digər variantlarda A, B, D və Y variantlarında bu hissə düzdür. Bəs bu biri hissəyə baxsaq necə olar? İndi gəlin onu da analiz eləyək. Baxın, gördüyünüz kimi burada katetlərdən biri yuxarı tərəfdə, biri isə sağ tərəfdədir. İndi bunu bir 90 dərəcə fırlatmış olsaydım, bu katetlər, bu üçbucaqlarda, bu katetlər hansı formada gəlib düşəcəkdir? Yenə də biri sağ tərəfdə, biri aşağı tərəfdə. Bu sadəcə 90 dərəcə fırladanda belədir. Və əlbəttə ki, bir 30 dərəcədə fırlatsaq, bu uyğun gəlir A variantına, bu uyğun gəlir D variantına, amma digər ikisində də yanlış formada verilib. Onda belə çıxır ki, digər iki variantda ixtisar olunur. Təkcə bir operatorun yerinə yetirdiyi funksiyaya baxsaq, cəmi iki variantımız qaldı. İndi biz onda, misal üçün, burada ürək operatorundan yox, bəlkə də günəş formasında olan, 4 guşəli ulduz formasında olan operatordan başlasaydıq, heç bu qədər variant ixtisar olunmayacaqdı. Bizdə cəmi 2 variant qalıb və bu iki variantların arasında da baxırıq ki, həm A-da, həm də D-də i-nin forması eynidir. Madəm ki, bu iki variantdan biri düzdür və hər ikisində də i-nin əldə elədiyimiz forması eyni olacaq ki, burada bizdə i, n, s ardıcıllıqla hansı formada olacağı soruşulur. Onda gəlin heç bu hissəyə baxmayaq. Yəni, bu 4 guşəli ulduzun hansı funksiyanı yerinə yetirməsinə baxmayaq. Baxırıq biz günəş formasında olan operatorun bu fiqurlar üzərində hansı əməliyyatı yerinə yetirdiyinə. Burada görürük ki, cəmi bir dənə nümunə verib. Bu bir nümunəyə əsasən biz cavabı müəyyən etməliyik. Biz fikirləşə bilərik ki, əgər burada, çünki bütün adətən sual nümunələrində də belə, bu fiqurların enli və ensiz tərəflərini, adətən bunu deformasiya edirlər və bizi çaşdırmaq üçün bundan istifadə edirlər. Biz əsas burada bu gördüyünüz üçbucaqların formasına baxmalıyıq. Yəni, fiqurun qalın tərəfi bu tərəfdir, ensiz tərəf bu tərəfdir. Bu bizi çaşdıra bilər. Burada da həmçinin eyni şey edilib. Baxırıq ki, bu fiquru üzərində hansı əməliyyatı yerinə yetirsək, bu formaya gələr. Bundan ötürü, misal üçün, tələbə fikirləşə bilər ki, burada güzgü əksi verilə bilərmi buna? Belə bir güzgü əksi verdin, tutaq ki, deyirəm. Axı, bu formanı almır. Forma olaraq görürük ki, bəli, qalın tərəf bu tərəfdə, yuxarı tərəfdə yenə qalır, ensiz tərəf bu tərəfə keçir. Amma axı, onun içərisindəki üçbucaqlar bu formada dayanmır. Əslində bu fiquru sadəcə 90 dərəcə saat əqrəbinin hərəkətinin əks istiqamətində fırladıb. Və belə bir forma alınıb. Üçbucaqların formasına diqqətlə baxsaq, bunu görə bilərik. 90 dərəcə fırladılıbsa, onda bu fiquru da biz 90 dərəcə fırlatsaq ki, variantların hər ikisində də onsuz da bu belədir. Yəni, geriyə qalan variantlara baxanda onsuz da görünür ki, burada 90 dərəcə fırladılıb. Yaxşı. Bu 90 dərəcə fırladılsa, bu şəkil alınırsa, sadəcə olaraq bu iki üçbucaqda üçbucaqların, kənardakı üçbucaqların, uzdakı qara üçbucaqların forması fərqlidir. Görək onda hansı formaya gəlib çıxmalıdır bu. Əgər bu yuxarıda verilən nümunədə bu gördüyünüz üçbucağı 90 dərəcə fırlatsaq belə, gəlin kənarında çəkməyə çalışaq. Bu üçbucağı 90 dərəcə fırladıb belə bir şəklə gətirib çıxartsaq, uc hissə olduğu kimi verilib. Bu hissə yuxarı qalxacaq
Və biz görürük ki, bax bu xətt hal-hazırda bu xəttdir. Bu gördüyünüz qalınlaşdırdığım xəttdir. Və bu xəttdə bitişik olan, üçbucağın bu xəttdə bitişik olan hissəsi, tərəfi daha kiçikdir bu qara üçbucağın. Digər tərəfi isə, o da bu tərəf olacaq. Daha uzundur. Bunu fərqli rənglə göstərim. Onda belə çıxır ki, bu üçbucaq təqribən bu formada yerləşməlidir. Yəni bu hissədəki tərəfi daha kiçik, bu hissədəki tərəfi daha uzun olmalıdır. Bu da uyğun gəlir A variantına. Keçək bir digər nümunəmizə. Burada da yenə də sətirlərin sol tərəfində 3 müxtəlif fiqur verilib. Yuxarıda sütunlarında baş tərəfində 3 müxtəlif operator verilib ki, o operatorlar bu fiqurlar üzərində müəyyən əməliyyatları yerinə yetirəcək yenə də. Əvvəla baxaq. Misal üçün, ulduz formasında olan operatora. Nəyə görə bu daha çox diqqətimi çəkdi? Bu fiquru mən baxıram ki, tam tərsinə formada çevirib. Bu iki halda mümkün ola bilər. 1. Bu fiquru götürüb 180 dərəcə, sadə əqrəb və yaxud da əks istiqamətində fərq etməz, çevirmək olar ki, bu formanı alar. Bir də neynəmək olar? Bir də bunun aşağısına və ya yuxarısına gətirib bir güzgü yerləşdirə bilərik və yaxud da simmetriya oxu çəkərik. Bunu simmetriyasını alarıq. Bunda da necə olacaq bu fiqur? Eynilə bax 180 dərəcə çevrilmiş formada görünəcək. Yaxşı. Bunlardan hansıdır görən? Bunu necə müəyyən edək? Ən aşağıdakı nümunəyə baxaq. Əgər biz bu nümunəni götürüb 180 dərəcə çevirsək, məncə elə bu fiqur olduğu kimi qalacaq. Heç nə dəyişməyəcək. Amma buna güzgü əksi versək, misal üçün bax, aşağısına gətirib bir güzgü yerləşdirsək bu hissəyə, onda bax belə bir fiqur alınacaq. Bu rəng yaxşı görünmür. Onda bax belə bir fiqur alınacaq ki, o burada qeyd olunur. Belə çıxır ki, onda bu gördüyümüz 5 guşəli ulduz operatoru fiquru neynir? 180 dərəcə çevirmir. Aşağısına güzgü əksi verir. İndi bizdə də belə bir fiqur var. Belə bir fiqur var. Bura götürək bunu bax S kimi çəkək. Bu fiquru indi aşağısına bir güzgü əksi versək, simmetriya oxu çəksək, necə görünəcək? Normalda bu tələbələri daha çox çaşdırır. Bax bu formada görünəcək. Tələbələr bəzən elə olduğu kimi alındığını düşünür. Yenə də elə eyni fiquru seçir nümunələr içərisində. Burada belə bir nümunə var, amma cəmi bir dənədir Y variantında. Amma biz gördük ki, bu aşağısına bir güzgü versək və yaxud da simmetriya oxu çəksək, bu formada alınacaq. Buna əsasən onda biz B variantını ixtisar eləyirik. Y variantını ixtisar eləyirik. Digərlərini saxlayırıq. Cəmi 2 variantımız ixtisar olundu. Olsun. İndi biz keçək digər operatorların hansı funksiyanı yerinə yetirdiyinə baxaq. Misal üçün, bu 4 guşəli ulduza baxaq. Bu neyniyə bilər? Baxıram ki, bu fiquru 90 dərəcə saat əqrəbinin əks istiqamətində, hərəkətin əks istiqamətində çevirə bilər. Eyni şey burada da mı təkrarlanıb? Bəli, 90 dərəcə saat əqrəbinin hərəkət istiqamətinin əksinə çevirsək, belə bir şey alınır. Onda belə çıxır ki, biz bunu da çevirərik 90 dərəcə əks istiqamətə. Onda hansı forma alınmalıdır? A variantındakı forma və yaxud da C variantındakı formada alınmalıdır. Cəmi 2 variantımız qaldı. Bunu da artıq biz 8 guşəli ulduz operatorundan müəyyən eləyəcəyik. Gəlin baxaq. Burada nə baş verib? Bu fiqur olduğu kimi qalıb. Bu hansı halda mümkün olar? Bunun sağına və yaxud da soluna gətirib bir güzgü qoyarıq, güzgü əksinə baxarıq. Yəni simmetriya oxu çəkərik. Eyni şey doğrudan da burada da olduğu kimidir. Görürük ki, bu fiqura doğrudan da sağına və yaxud da soluna güzgü verdikdə belə alınır. Onda belə çıxır ki, bu fiqurada biz sağ tərəfinə bir güzgü yerləşdirsək, necə alınır? Bax, bu bir Z-yə bənzəyir. Bura bir güzgü yerləşdirsək, bu alınacaq bu formada. Baxaq görək, bu da hansı variantdadır? A variantındadır. Belə. Keçək bir digər sual nümunəsinə baxaq. Bu sual nümunəsində biz görürük ki, cədvəlin içərisində böyük fiqurlar var. Böyük fiqurların içərisində hər birində 3 müxtəlif kiçik fiqurlar var. Daha doğrusu hər birində 3 eyni kiçik fiqurlar var. Fərqli formalarda verilib. Gəlin xüsusiyyətləri bir-bir analiz edək. Misal üçün, sətir boyunca baxsam, birinci böyük fiqur kvadrat, növbətçisi dairə, növbətçisi də belə bir fiqurdur.
Həmçinin sütun boyunca da baxsam, kvadrat, dairə və belə bir fiqur verilib. Mən hər sətr və hər sütuna baxanda görürəm ki, bu üç fiqurdan istifadə olunub. Və heç bir sətr və sütunda eyni fiqur, misal üçün dairə, kvadrat və digər fiqur təkrarlanmır. Onda belə çıxır ki, burada da təkrarlanmaması üçün sütun boyunca baxsaq, bu fiqurdan istifadə olunub, kvadratdan istifadə olunub. Növbəti nə olmalıdır? Dairə. Bu fiqurdan istifadə olunub, kvadratdan istifadə olunub. Növbəti nə olmalıdır? Dairə. Sırf buna əsasən C variantı və A variantı ixtisar olunur. Gəlin indi geriyə qalan variantları növbəti xüsusiyyətlərlə müəyyən eləyək. Misal üçün, bir digər xüsusiyyət nədir? Hər bir fiqurun içərisində 4 guşəli ulduz, dairə və üçbucaq var. Bu hər birində eynidir. Dəyişən bir məsələ var, rənglər. Sətr boyunca baxsam, misal üçün, qara üçbucaq qara rəngdədir, üçbucaq qara rəngdədir, 4 guşəli ulduz qara rəngdədir, dairə qara rəngdədir. Yenə üçbucaq, 4 guşəli ulduz, dairə qara rəngdədir. Üçbucaq, 4 guşəli ulduz, növbətisində yenə də nə qara rəngdə olmalıdır? Dairə qara rəngdə olmalıdır. D variantı da getdi, geriyə 2 variant qalıb. Bunları da gəlin başqa bir xüsusiyyəti müəyyən eləyək, ona əsasən cavabı tapmağa çalışaq. Fikir verirsinizsə görərik ki, 3 fiqur var. Bunların yerləşməsi də bax bu formadadır. Və bunlar hər dəfə sətr boyunca davam etdikcə biz görürük ki, yerlərini dəyişir. Misal üçün, ulduz neyniyib? Bir dama keçib bura, yerlərini dəyişib. Artıq rəngə fikir vermirəm. Sadəcə onların yerlərinin dəyişməsinə fikir verirəm. Növbət dəfə ulduz da buradan bura gəlib. Deməli, saat əqrəbin hərəkəti istiqamətində bunlar bir-biri ilə yerlərini dəyişəcək. Eyni şəkildə burada da fikir veririk. Dairə bu tərəfə gəlib, dairə buradan aşağı keçib. Üçbucaq bu tərəfə gəlib, üçbucaq buradan aşağı keçməlidir. Onda üçbucaq ən aşağıda olmalıdır. Həmçinin dairə də sağda olmalıdır. Üçbucaq ən aşağıda, dairə də sağda, qara rəngdə. Bu uyğun gəlir Y variantına. Bir digər sual nümunəmizə baxaq. Bu sual nümunəmizdə də yenə görürük ki, böyük cədvəlin içərisində böyük fiqurlar var, ağ rəngdədir. Onların içərisində də rəngli formada kiçik fiqurlar verilib. Gəlin indi bunları analiz eləyək. Baxaq ki, əvvəla görürük ki, bu xanaların heç birində demək olar ki, heç bir fiqur təkrarlanmayıb. Bunu bir xüsusiyyət kimi götürsək, heç bir fiqur təkrarlanmayıb. Misal üçün, D variantını ixtisar eləyə bilərik. Bir digər başqa nüanslara baxaq ki, bu əslində kifayət deyil. Misal üçün, burada B variantını da ixtisar eləyə bilərik. Amma yenə də cavab tapmaq üçün başqa xüsusiyyətlərə də baxmalıyıq. Bu gördüyümüz birinci sətr, birinci sütundakı xanada. Fiqur, böyük fiqurun içərisində onunla eynilik təşkil etməyən başqa bir fiqur var. Yəni, eyni fiqurlar deyil. Hər ikisi də 5 bucaqlı ola bilər, amma eyni fiqurlar deyil. Formaları fərqlidir. Həmçinin ikinci xanada da sətr boyunca baxsaq, misal üçün, dairənin 4də 3-üdür, içərisində isə dairənin 4də 1-i verilib. Bu da eyni deyil. Amma sonuncu xanaya baxanda görürük ki, kvadrat içərisində də elə kvadrat verilib. Yəni, ölçüləri, nisbətləri bir-birinə uyğundur. Həmçinin, bura baxırıq indi. Burada da görürük ki, dairədən nisbətən biraz böyük fiqur verilib. Yəni, dairənin yarısından biraz böyük formada verilib bu fiqur. İçərisindəki də demək olar ki, eyni formadadır. Amma buradakı gördüyünüz kimi eyni deyil. Fiqurların forması buradakı eyni deyil. Belə başa düşürük ki, bax, bu sətirdə bu, bu sətirdə də bu. Həmçinin, bu növbəti sətrə də baxanda görürük ki, burada da trapesiyanın içərisindəki hissə olduğu kimi verilib. Amma 5 bucaqlının içərisindəki fiqur onunla eyni şəkildə deyil. Belə çıxır ki, hər sətirdə və hər sütunda bir fiqur içərisindəki kiçik fiqurla eynilik təşkil edir. Bu sətr və sütunların hamısında eyni olduğuna görə. Belə çıxır ki, bu xanadakı fiqurda böyük və kiçik fiqurlar eyni formada olmamalıdır. Buna əsasən onda Y variantını ixtisar eləyə bilərik. Həmçinin D variantı da elə buna görə onsuz da ixtisar olunacaqdır. Həmçinin B variantı da. Çünki içərisindəki fiqurla böyük fiqur eynilik təşkil edir. Həmçinin A variantı da. 5 bucaqlı içərisində eyni formada 5 bucaqlı verilib. Amma C variantına baxsaq görərik ki, bu fiqurda, paraleloqramda biz görürük ki, bu tərəf daha uzun, yuxarı və aşağıdakı tərəflər isə daha qısadır.
Amma burada içərisindəki fiqurda əksinə. Əlbəttə ki, bu o qədər də bir-birindən fərqlənmir, cüzi formada fərqlənir. Biz elə deyə bilərik ki, hə, trapesiyanın içərisində trapesiya verilib. Amma formaları eyni deyil. Enlərinin və uzunlarının bir-birinə nisbəti belə deyək də eyni deyil. Tərəflərinin bir-birinə nisbəti eyni formada deyil. Bu əslində, yəni paraleloqramın içərisində eyni şəkildə paraleloqram verilməsi biraz tələbənin işini çətinləşdirir. Tələbə fikirləşər ki, hə, bunlar da eyni fiqurlardır. Amma formaları eyni olmadığına görə eləyə qalsa, bax bu birinci xanada da əslində eyni fiqurlardır, amma formaları eyni deyil. Misal üçün elə bu xanada da eyni fiqurlardır, amma formaları eyni deyil. Ona görə də bizə lazım olan cavab nədir? C variantıdır. Bir digər sual nümunəsinə keçək. Bu nümunədə isə görürük ki, yenə də böyük rəngli fiqurlar var. Onların içərisində kiçik rəngsiz fiqurlar yerləşdirilib. Baxın, ilk növbədə görürük ki, bu böyük fiqur növbəti xanada sətr boyunca baxsaq. Növbəti xanada neyniyib? Digər fiqurun içərisində kiçik fiqur olaraq verilib. Həmçinin növbəti bax bu böyük fiqur da digər xanada kiçik fiqur olaraq bunun içərisində verilib. Və sonuncu xanadakı böyük fiqur isə artıq buradan o tərəfə fiqur olmadığına görə başdakı xanada kiçik fiqur olaraq yerləşir. Bunu digər sətirlərdə də analiz etsək görərik ki, tam olaraq üst-üstə düşür. Baxın, burada böyük fiqur növbəti xanada içərisində verilib. Burada böyük fiqur növbəti xanada içərisində verilib. Və bu başdakı böyük fiqurda birinci xanada içəridə kiçik fiqur olaraq göstərilib. Bu məntiqlə yanaşsaq, üçbucaq keçdi içəridə kiçik formada verildi. İndi növbəti xanada nə olmalıdır? Bu gördüyümüz fiqur içəridə kiçik formada verilməlidir. Böyük fiqurun içərisində kiçik formada. D variantı getdi. B variantı getdi. Həmçinin Y variantı da gedir. Geriyə cəmi 2 variant qalır. Bu 2 variant arasında diqqət etsək belə bir şey var. Hər ikisi də eyni fiqurlardır. İçərisindəki fiqurlar da eynidir. Böyük fiqur da eynidir. Sadəcə olaraq buradakı C variantındakı fiqur müəyyən qədər çevrilib burada. Bəs yaxşı, bu formada çevrilə bilərmi? Axı biz birinci və ikinci sətirdə bunların çevrilməsi ilə bağlı hansısa bir xüsusiyyətə rast gəlmədik. Ona görə də cavab nə olacaq? A variantı olacaq. Bir digər sualımızda isə biz görürük ki, böyük cədvəlin içərisində kiçik cədvəllər verilib, 9 xanalıdır və 3 müxtəlif rənglərdən istifadə olunub. Boz rəng, ağ rəng, qara rəng. Madəm ki, 3 fərqli rəngdən istifadə olunub, deməli bu cədvəlin xüsusiyyətlərini də elə bu rənglərə görə biz müəyyən etməliyik. Baxırıq ki, sətir boyunca götürsək, misal üçün, eyni xanada cədvəlin eyni hissəsində yerləşən xanalara baxırıq. Ağ rəngdə, burada isə qara rəngdədir. Ağ və qara rəngdən sonra artıq üçüncüdə nə gəlib? Boz rəng. Belə bir şey qeyd edək. Ağ plus qara bərabərdir boza. Digərinə baxaq. Qara rəng eyni yerdə duran xanada. Boz rəng. Qara plus boz bərabərdir nə? Nə verir növbəti xanada? Ağ rəng. Bir digərinə baxaq. Boz və ağ rəng. Bunların boz və ağ rəng gəlirsə, növbəti xanada nə olur? Qara rəng. Yazırıq. Boz plus ağ bərabərdir qara rəng. Başqa hansı xüsusiyyətlər qalıb? Misal üçün, qara ilə qaranın üst-üstə düşdüyü yerlərə baxaq. Qara, qara. Olub nə rəng? Ağ rəng. Qara, üstə gəl, qara bərabərdir ağ rəng. Bozla bozun üst-üstə düşdüyü yer tapaq. Boz, boz, yenə də olub ağ rəng. Boz üstə gəl, boz da olur ağ rəng. Başqa hansı xüsusiyyətlərimiz qaldı? Ağ və ağın kəsişdiyi hissəyə tapaq. Görək, ağ və ağ kəsişibsə nə alınıb? Ağ, bu da ağ. Kəsişib olub nə? Boz rəng. Deməli, 6 xüsusiyyət olacaqdır. Hər birində burada biz müəyyən etdik. İndi yoxlamaq üçün digər xanalarda da baxarıq. Bax, hansı xanalar ki var, biz onlardan bu xüsusiyyətləri müəyyən etmək üçün istifadə etməmişik. Gəlin bir onların üzərində yoxlayaq. Baxın, bu ortadakı boz və qara birləşdi oldu nə? Ağ. Doğrudan da baxırıq ki, boz və qara birləşib nə olub? Ağ rəng olub.
Və yaxud da baxaq, boz və ağ birləşdi. Növbətisində nə olmalıdır? Qara rəng olmalıdır. Yəni üst-üstə düşən hissələrə baxırıq. Başqa hansısa xanalardan yenə də yoxlaya bilərik. Ağ və ağ. Oldu nə rəng? Boz rəng. Deməli, müəyyən elədiyimiz xüsusiyyətlər düzgündür. Bunu sətr boyunca biz baxdıq. Əslində sütun boyunca da baxsaq, bu testi elə hazırlamışam ki, sütun boyunca da biz baxsaq, görərik ki, misal üçün ağ, qara. Birləşdi oldu nə? Boz. Bu xüsusiyyət ödənir. Düzdür. Sizin qarşınıza çıxan test nümunələrində heç də, yəni vacib deyil ki, əgər sətrin boyunca belə bir xüsusiyyət varsa, sütun boyunca da olmalıdır. Sadəcə biri ödənirsə, yəni bundan istifadə etmək olar. Əlbəttə ki, müxtəlif test nümunələri ilə biz qarşılaşırıq. Fərqli-fərqli formalarda olur. Yəni bir digər test nümunəsində biz ağla qaranın birləşib, yəni üst-üstə düşdüyü hissələrdə növbəti xanada elə təkrar qara olduğunu da görə bilərik və yaxud da ağ olduğunu da görə bilərik. Hər test nümunəsinə görə bu dəyişir. Gəlin indi baxaq. Madəm ki, xüsusiyyətlər belədir, onda biz elə sətr boyunca götürək baxaq. Boz və ağ. Birləşəndə nə olmalıdır? Bax, boz və ağ. Həmən yerdə nə olmalıdır? Qara rəng olmalıdır. Buna əsasən D variantını ixtisar elədik. Daha sonra baxırıq başqa. Birinci sətirdə görürəm ki, bütün variantlar içərisində bunu vaxt qazanmaq üçün mütləq eləyin. Mən görürəm ki, onsuz da birinci sətirdə digər bütün variantlarda eynidir. Boz və ağdır. Onda birinci sətri bir də analiz eləyib vaxt itirmirəm. Keçirəm misal üçün bura baxıram. Ağ və qara. Ağla qara olanda növbəti xanada nə olmalıdır? Boz rəngi olmalıdır. Deməli onda C variantı da ixtisar olundu. Digərinə baxıram. Ağ və boz. Ağ və boz olanda nə olurdu növbəti? Qara rəngi olurdu. Onda A variantı da ixtisar olundu. Qaldı cəmi 2 variant. Bu iki variant arasında da fərqli xanalar hansıdırsa, gəlin elə onlara baxaq. Misal üçün, burada ağdır, burada isə qaradır. Görək əslində hansı alınmalıdır? Boz və boz. Kəsişəndə nə alınırdı? Ağ rəngi alınırdı. Ona görə də biz B variantını seçməliyik. Belə, əziz izləyicilər, ümid edirəm ki, video izahımız sizin üçün faydalı olacaq. Diqqətiniz üçün təşəkkür edirəm.